Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün sizi elə bir evlə tanış edəcəm ki, əmin olun ki, evə almasanız belə videosunu izləməkdən zövq alacaqsınız. Bizneslə məşğul olan müştərilərimiz və yaxud hazır biznes əldə etmək istəyən müştərilərimiz videomuzu sona qədər izləsin. Həm obyekt, həm ev, şəxsi tikili yaşayışlı ev satışdadır. Evimiz yerləşir Ramanı qəsəbəsində. Magistral yolun tam kənarında yoldan birinci evdir. Evimizi çöl tərəfdən sizə təqdim eləməyəcəm. Çünki çöldən baxanda, yəni asfaltdan keçəndə birinci evdir deyə yoldan görsənir. Hazırda da çəkiliş elədiyim yer evin arxa tərəfidir. Yəni bağ olan hissəsidir. Obyektimiz evin ön hissəsindədir. Videomuzu səbirli olub sona qədər izləsəniz hər birini sizə təqdim eləyəcəm. Ətraflı geniş məlumatını da sizə təqdim edəcəm. Evimiz yerləşir Ramanı qəsəbəsində. Magistral yolun tam kənarındadır. Ev ümumilikdə 7 sot torpaq sahəsindədir. Ancaq 3 sot yarım torpaq sahəsi ilə birlikdə satılır. Yəni əlavə bu 3 sot yarım torpağı əldə etmək istəyən olarsa, torpağın qiyməti ayrıca hesablanacaq. Mən sizə ümumilikdə qiyməti deyəcəm. Evin qiyməti 3 sot yarım torpaq sahəsi ilə birlikdə olacaq. Yavaş-yavaş keçək evimizin içinə. 2 mərtəbəlidir, 5 otaqdan ibarətdir. Obyektimizin ümumi sahəsi 260 kvadrat metrdir. Ev obyekt 1-də isə 580 kvadrat metrdir. Mərkəzi kanalizasiya sistemi var. Torpağın çıxarışı var. Qazı, suyu, işığı, bütün kommunallarda qoyulub. Üstəlik də bu evi həm uşaq bağçası kimi, həm də müxtəlif tədris mərkəzləri kimi də istifadə edə bilərsiniz. Mərtəbə arası tamamilə monolit betondan tikilib, evin kənarlarından kolon verilib və 4 bir divarı da qoşadaşla tikilib. Həqiqətən də qiyməti də çox münasib qiymətlə satışa çıxıb. Üstəlik də videonun sonunda obyekti görəsiniz. Obyektin içi avadanlıqla doludur. Avadanlıqların hər biri satış zamanı obyektin içərisində qalacaq. Bura evimizin dəhliz hissəsi. Solda yerləşir hamam və sanitar qovşaq, bir də çamaşırxana. Burada tamamilə istipoldur. Evin tam qarşısından bir neçə marşrut xətti də keçir. Məlumatları sizə bir daha təkrar edirəm. Evimiz yerləşir Ramanı qəsəbəsində, yolun kənarında, 3 sot yarım torpaq sahəsində, 2 mərtəbə, 5 otaq, əlavə də 260 kvadratlıq obyekti. Tamamilə şəxsi tikili, yaşayışlı, divarların qalınlığını buradan sizə göstərim. Əmin olun ki, bu hər bir divarı bu cür qoşadaşdır. Evin ümumi sahəsi 580 kvadrat metr. Sənəd torpağın çıxarışı, obyektimiz 260 kvadrat. Evin mətbəx hissəsindən bir də yataq otağının birindən balkonuna da çıxış var. Yəni 2 mərtəbə balkonlu evdir. Bu da ən sonuncu yataq otağımız. Buradan gördüyünüz hissədən evin balkonuna çıxa bilirsiniz. Sonda videomuzu pauzaya qoyub düşüb aşağıda obyekti də sizə təqdim edəcəm. Bu evimizin mətbəx hissəsidir. Mətbəx mebeli də videodan da gördüyünüz kimi çox keyfiyyətli və bahalı mebeldir. İndi isə videomuzu dayandırıb düşürəm obyekti də sizə təqdim eləyəm. Bu da evimizin obyekt hissəsi. Az öncə də qeyd elədiyim kimi avadanlıqların hər biri satış zamanı qalacaq. Obyektin hamam sanitar qovşağı da ayrı-ayrılıqdadır. Evimizin qiyməti 250.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız da olsa qiymətində indirim olunacaq evin sahibi tərəfindən.
Əlavə nə sualınız varsa zəng edərək məlumat alın. Əziyyət çəkib videomuzu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Sənət çıxarış qiymət 250 min manat. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.